Gözəl insanlar, hər vaxtınız xeyir olsun. Torpaq 97 verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Mənim adım İlkindir. Telegram, TikTok və YouTube'dakı kupon kanallarının admini. Əvvəla videonu hamı bəyənsə, mən də əziyyətimiz yerdə qalmaz. Bugün də çalışacağıq, bəzi oyunlar haqqında fikirlərimizi bildirək. Amma dünən normalda pis getmədi. Dünən İtaliyanın qol-qolu indi, yəni bir abırçılıq da partlayıram. Yəni İtaliya azarkeşiyəm uşaqlıqdan sadəcə partlayıram əsəbdən. Deməli, orada Belçika ikinci topu vurmadı. Amma Belçikada bizim seçimimiz başqa idi da. Belçika ən çox gol ikinci hissə və oyunla bağlı çox maraqlı məqamlara toxunmuşduq. Stadionun durumu və s. bunlar önəmlidir. Belə. Digərləri isə əla getdi. Yüksək əmsallarda götürdük. Bəzi, məsələn, Walesin 2-5 üstünə 1-19 açılan oyuna biz, mən nə dedim, 4-5-6. 1-50 neçə əmsal idi. Bomba kimi idi. Vurmaz da, yəni o dərəcədə, o qədər niyə vursun ki Wales? Vurmaq istəyər bəlkə də, o qədər niyə buraxsın ki? Tarixin ən azı məğlubiyyətlərindən birini o cırtdan ölkə niyə alsın? Belə dostlar, bizim bu toyuqlar, xoruzlar yenə coşub. Bir dənə də sizin sağlığınıza, ağzınızı sulandıra da olsa muşmadan yiyin. Nə olar, sizə muşma elə bir şeydir ki, hər yerdə var, çox yerdə bitir artıq, maşallah. Nəyə gəlmişəm, bunun tumu əla gətirir, atırsınız. Yaxşı bastırıb şeyləsiniz, gətirir. Belə dostlar, başlayaq yavaş-yavaş. Burada ən çox gələn bir-iki dənə sual vardı. Onlar tez bazar yaxşı mənada əldən çıxarmaq istəyirəm. Deməli, biri nə idi? Məsələn, dünən partnyorumuz, dünən bizim, yəni ilk, belə deyək də, promomuzun ilk günü idi. Dünən dəyərli partnyorumuz dünən sadəcə təşəkkürünü bildirirdi səliqəyə görə. Çünki mən dünən demişdim də, ad, soyad, ata adı, istifadəçi adı, mobil nömrə, qeydiyyatdan keçən mobil nömrə və məbləğ, onu yazmaq lazım idi. Hamısını səliqəli bir mətndə yazırdılar, mən də sadəcə göndərdim. Partnyor da deyir ki, qədər, sizinlə işləmə çox rahatdır. Buna görə də auditoriyaya təşəkkür edirəm, mən də eləyirəm üstümdə qalmasın. Buyurun, bölüşdürün öz aranızda. Sonra, maraq var, çoxdur, maşallah, yaxşıdır. Hər şey bir qədər eşidilmək adama ləzzət eləyir də, yəni bu məsələdə. Təyyarə keçir, inşallah ki, mən dediklərimi siz başa düşürsünüz. Sonra TPC-dən necə istifadə edə bilərik? Qısaca tez bazar bu sualların üstünə keçəcəm. TPC sizin balansınıza oturur, bonus olaraq oturur. Orada ana məbləğ var, bir də bonus var da. Bonusdan istifadə edirsiniz. Kupon gəldicə avtomatik olaraq real məbləğ kimi sizin balansınıza yatır. Rahatlıqla istifadə edə bilirsiniz. Bu arada dünən neçə nəfər qarışdırıb oxumursunuz, detallara fikir vermirsiniz. Minimum 20 azayın olmalıdır, onu dedim. Bir daha təkrar edirəm. Hər dəfə sənin kodunu istifadə eləyəkmi? Deməli, hər dəfə sənin kodundan istifadə eləyəkmi sualı var. Əlbəttə. Yəni sadəcə minnətdar olaraq. Başqa heç nə deməyəcəm, özünüz başa düşdünüz. Siz zaten orada hansı bir kod seçməlisiniz, agent kodu seçməlisiniz balans artıranda. Qardaşınız qulluğunuzdadır. Sonra, maraqlı bir sual var. Spalletti hələ sağdır abi. İnşallah ki, yox. Yəni, tam səmin deyirəm. Mən heç vaxt heç bir insana belə bir şey arzulamamışam. Əsəbdən demirəm bunu. Yəni, Coppola ilə hara qədər gedə bilərsən də. Dünən gördünüz, mən Telegramda futboldan gələndə yorğun idim özdə. Qaça-qaça dedim, klinikaya dəydim, gəldim, dostumuzun anası rahatsız idi. Yolda yazdım ki, Luka Di Marco və Orsolini həmləsi mütləqdir. Mən deyəndən 10 dəqiqə sonra ehtiyatdan girdi oyuncular, həmin oyuncular girdi. Orada Richin saldı səhv etməsə Rovellanın yerinə əlavə olaraq. Niyə bu ehtiyatda, bu niyə gecikir, yəni bu əvəz etmələr? Plus, şey məsələsi var, Orsolini'nin daşı düşünsən başına, nə qədər Orsolini'ndən sən prinsip aparacaqsan? İnanılmaz bir potensiallı oyuncudur, döyüşkən bir oyuncudur. Dünən də Nuzanın içindən Prime Cristiano Ronaldo çıxdı. O, inanılmaz bir səviyyədə idi. Ki, o oyuncunu da demişdim ki, çox bəyənirəm. Bir qardaşımızın yaxşı bir kuponu var idi və təkli Charlotte'un qoluna çox oynamışlar. Dedilər çünki, abi, çox bəyəndiyi deyəsən oyuncunu. Yəni, Charlotte həqiqətən möhtəşəm oyuncudur. Sonra bir nəfər yazıb, abi, FM nədir ki, Estoniyanı nəzərdə tutur ki, oyun qolunu elə izah elədin. Doğrudan da rəqibi super analiz eləmişdi. FM, abi, futbol menecer oyunudur, dostlar. Yəni, oradan, məsələn, Lansa indi gedən hoca, bu mövsüm Lansın sükan arxasında olan Willi Steele, Rams'lə xarüqələr yaradan Willi Steele, mən FM oyuncusuydu. Sonra çoxdur elə məşqçilər. İndi onların erasıdır artıq. Köhnə nəslin şeyləri keçmir, yəni belə də trükları keçmir. Spesifik milliləri var, klublar var, o başqa məsələdir. Məsələn, Everton kimi də. Ona görə də Evertonda şey gəldi, uğur qazandı David Moyes. Sonra, burada bir dənə şey var, onun əsəbini körləmək istəmirəm. Qırğızstan, Yordaniya deyir, dünya çempionatına gedir, biz getmirik. Nəsə, bu heç nə. Əsas odur ki, Elxanın zaten biznesi geçsin. Stadionlar tikilsin, at-qatlar yiyilsin və s. Getdik, dostlar.
Bosniya San Marino oyunu var burada, üfüqdə. 17:00-da. Bunların aralarındakı oyunları yəqin görmüsünüz də. 3-0, 3-1, okey. Bir də Bosniyaya burada baxdım ki, əslində Bosniyaya averaj lazımdır dostlar. Yəni bu önəmli məsələdir. Averajı düzəltmək lazımdır. Bosniyanın heyətinə baxıram, belə əndirabadi bir şey görmürəm, amma rəqib kimdir? Mənə bir izləyicimiz atıb. Siz Allah bir dənə mırta girərsiniz. Sofaskordan falan hardan girirsiniz baxın. Bir dənə onun üzrə qəşəng adı var. San Marino'nun qapısına baxarsınız, onun priçoskasına falan baxarsınız. Amaci da adı, Amicidir, nədir? Amici yəqin belə oxunur. Amaci var deyə, Watspace-ə gedir deyə. Deməli, valla normalda Bosniya kimi millilər belə komandalara qarşı qansız olurlar. Bosniya time-da nə edir? Yəni burada çox şey açmayıblar deyə, çox bu oyunun üstünə çox dayanmaq istəmirəm. 2 fora ilə qələbəsi 1:30-dur. Mən nə edirəm o oyunu? Nəsə bunun başını buraxdıq, heç barədə danışmaq lazımdır. Metrika da normal deyil. Salamatlı bu oyunu buraxaq dostlar. Andorra, İngiltərə. Hoppala paşam, Malqara keçəm. Burada təbii ki, heyətlər önəmlidir. Ehtimal olunan heyətlərin üzərindən gedəcək təbii ki. Deməli. Bir dənə puan durumuna da göz atırıq. 6 xal, okey. Albanların 3 xalı var, Litvanın 3 xalı var. Serblər hələ oyun keçirməyib. Andorra oyun keçirməyib. Getdik heyətlərə. Andorraya baxmağa ehtiyac yoxdur. Yəni burada siz də mənə başlayıb püləməyə mənası yoxdur. Kimsə tanıyıram və s. Heç kimi tanımıram burada. Harry Kane, Bombardino, deməli Saka, Cole Palmer, Anthony Gordon. Uf, qəşəng. O bir dəqiqə bunlar Gordon sağ ayaqda, bunlar ikisi sol ayaqaydı. Tərs təpməz məncə. Bellingham, Declan Rice arxadan biraz. Yəqin ki bir trapesiya formasında oynayacaqlar. Dan Burn, Konsa, Arnold, vallahi bilər. Yəni nəyə oynaya bilərik burada? Məsələ budur. Çünki burada baxaq görə bir nə metrikada çıxardıblar. Səhər tezdən qardaşımız atmışdı bizə. Andorranın 18 kvalifikasiya oyunundan, dünya çempionat kvalifikasiya oyunundan cəmi 3-ündə qol olub. Of, təəccübləndirdiniz, dəhşət təəccübləndirdiniz. Şokdayım sadəcə bu dəqiqə. Bu oyunu yeri gəlmişən XG gözləntisi saytımızdadır. Saytda da yer alıb bu bəzi metrikalar, XG gözləntiləri və s. və axır. Burada bir faktor var dostlar. Bilirsiniz ki, mən o insanı sevmirəm deməyəcəm, açıq çılpaqlığı ilə deyəcəm. Hər dəfə də bunu deyirəm, çəkinmədən, nədən çəkinəcəm? Səfir üstümə gələcək, nə necələr? YouTube-umu bloklayacaqlar, nə necələr? Mən Tuchelə nifrət edirəm. Yəni bunun başqa deyil, futbol qatili bir adamdır. Adam demək olarsa. Burada 3-5-3, 1-41 ilə qonağın topları da açılmıyor, normal. Açılmayıb demək olar ki, foro ilə qələbələrə baxırıq. 2 foro ilə qələbəsi 1-22. Oynayırsınızsa 3-5-3, yəni məncə gələr. Çünki Harry Kane və s. və axır bu insanlar öz statistikasına, milli statistikasına və s. və axır oynayırlar. Biraz da açılışmağa çalışacaqlar. Andorra, yəni belə deyim də, Andorra dünənki Wales Liechtenstein oyunu deyim ki, mən Liechtenstein qapanar, 4-5 top buraxmaz. Andorra o potensialı var ki, İngiltəranın elə XG gözləntisinin ən azı yerinə yetirsin. Olar, yəni 3-5 üstü 1-41 əmsalı var, istəyirsinizsə. Sonra Malta-Litva oyunu var. Burada da Malta-Litva oyunundan biz baxaq görək nə götürə bilərik. Sonra bizdə Malta, deməli, Litva oyunu var. Burada da heyətlərə falan, biz açığı baxacam. Gəlin Litvanın heyətinə baxaq. Burada sizə bəzi oyunlar var, onlar barədə indi xüsusilə dayanacağıq. Litva, bir-iki oyununu izləmişəm. Əslində, mən sizə bir şey deyim ki, dostlar, bu oyun, bir dənə bu oyunun 2-5 üstü əmzalı 3-0 üstü, düzdürmü? Mən bu oyunun 1-5 üstünü 1-60-dan götürməyə risk eləyərəm. Niyyətini də sizə izah eləməyə çalışacağım, amma loru dildə izah eləyəcəm. Metrikalar bizə deyir ki, yəni Malta time-da vurmaz. Yəni vurma ehtimalı azdır, oyun üslubundan dolayı, statistikasından dolayı və s. və axır. Okey, yaxşı. Bunlar dostlar, Malta'nın bir-iki oyununu izləmişəm. Malta xüsusilə səfərdə, məsələn, evində oynayan Malta oynayar, oynamağa cəhd eləyər, momentlərə girərlər. Bax, indi burada bir məsələ var. Bu oyunculara fikir verin. Mbong, bir də Şuarev, nətər oxunur bilmirəm. Mərakeş əsilidir, Əlcəzair əsilidir. Hətta bəzi skautlar eşitdiyimə görə bunu izləyirdi. Bir də qocaman Teuma var ortada. Mbonglar yeri gəlmişən iki qardaşdılar. Bu Muskatda o əfsanəvi Muskatın oğludur. Bunlar abilər, mən net momentlərə girirlər. Yəni bəzi oyunlarını izləmişəm. Litvanın özü də net momentlərə girirlər, hətta top çevirməyi bacarırlar. Tam bir-biri üçün biçilmiş kaftanlar. Bu İngiltərə deyil ki, oynamasın bundan. Litva da eyni beyindən oyuna çıxa bilər. Gəlin bunların puan durumları belə baxaq. 1 xal bunda, 0 xal bunda. Malta da evindədir. Malta açılışar burada, Litva vurar. Litva vurar deyirəm və onun əmsalını sizə deyim. 1.46. Amma mən deyirəm ki, dostlar, riskli kupon ki, düzəldirsiniz özünüz üçün. 1 manatla falan belə gözdən çıxardıb oynuyorsunuz. Bu 2.32 əmsal, qol. Mən burada gözləyəm, gələr. Deməli, Litvadakı o oyunçunun adı yadından çıxdı. Bu Utkuz.
Dostlar, bunun bir Rusiya təcrübəsi falan da var idi, səhv etmirəmsə. Yəni net Albanlarla oyun izləmişdim, kimlə oyun izləmişdim. Normal bir iki momentə girmişlər. Yəni o momentdən hərəsi ikisini tutsa və birini vursalar, uf. Yəni mən Litvadan qol gözləyirəm. Bu Kuçiş ya da Kuçisti familiyası nətər oxunur bu? Bunlar da asla, falanla, usla qutarır çoxsu. İndi onları qarışdıra bilərəm. Mən o ekspert deyiləm Pribaltika ölkələrin dili ilə bağlı. Mən burada yəni Litvan qolu var, qolu da sıxaram. Yəni mən götürərəm hətta Litvan qolunu. Bəlkə də hər hansı bir kupona saldım. Bu da belə. Hətta ikinci hissədə də bəlkə də burada qol gələ bilər. Yəni ikidə açıla bilərlər yorğunluqlarından dolayı. Və yavaş-yavaş qızışırıq. Burada bizdə Qorizonda Albaniya Serbiya oyunudur. Okey. Burada danışacağıq. Burada artıq siyasi məsələlər işin içinə girir. Siyasi məsələlərin detallarına girməyəcək. Biz politoloq deyilik. Yəqin ki, izah eləməyə ehtiyac yoxdur da ki, Albaniya Serbiyadan niyə nifrət edir? Serblər niyə Albanlara nəyisə bağışlaya bilmir? Siyasi məsələləri və s. və ilaxır. Nə bilim, o məşhur, təəssüf ki, belə təəssüf doğurucu məşhur hadisələr. Albaniyanın son 7 oyunundan cəmi biri qol olub. Normalda Albaniyaya yaraşan bir şeydir. Albaniyanın mən sizə ən azından Avropa Liqasında, Avropa çempionatında dəfələrlə izah eləmişdim. Yaxşı da gedirdik Albanlardan. Burada XG gözləntisi 0-1-dir. Onu da niyəsini sizə deyim. Çünki bu Serbiyanın məşqçisi Dragan Stojkovic bu konkret olaraq elə 1-0-a, maksimum 1-1-ə yatan bir məşqçidir. Heyət olaraq təcrübəli qoca qurtlarla cavanların remiksi Serbiyadır və dinamik, kollektiv futbol oynayan Albanlar, mən çox bəyəndiyim Albanlar. Başında da durub Silvinho, Lyon və Barsanın keçmiş oyuncusu. Deməli, burada Qasim Laçi, Elfsborgda oynayırdı, səhv etməsə, onu hər dəfə sizə izah edirdim. Yazıda deyirmi, adını unuduram. Armin Hoca oynayacaq soldan, optimal heyətdə elə göstərilir. El Seyid Hisay, arxada, Cimşiti, Ayeti, Strakoşa qapıdadır. Aslani Interdəki dayaq yarım müdafiə cavabda etdi və Manayı da hücumda göstərirlər hələ ki. Okey, ola bilər. Təbii ki, bu dəyişikliklər falan ola bilər burada. Bu tərəfdə də Lazar Samarjic əla solaxaydı. Ortanı beton orta, üçlü müdafiə, hamısı da pəzəvəng boyda Qaqulyalar, Strahilya Pavlovic başda olmaqla. Dostlar, bu siyasi məsələni falan qoyuram bir qırağa. Daha doğrusu, taktiki olaraq mən bu oyunu sizə izah eləyərək, mən sizə Albanların bir qolunu tövsiyə edəcəm 1.45 əmsalına. Albanlar buradan boş keçməz. Silvinho boş keçməz. Silvinho'nun Albaniyası buradan boş keçməz. O metrikalar falan, məsələn, dünən neçə dənə metrika var idi, Xorvatiya ilk qolu buraxar. Ay qardaş, bu metrikalar, dünən izah elədim də, hansı oyunlarda olub, keçərli olub. Portuqaliya oynamır ki bu. Və yaxud da ki, İtaliya məsələsi. İtaliya buraxmır. Necə buraxmır? Norveçlə oynayır, heç vurmadı. Belə, Norveçin tək qolunun əmsalı yox idi, kəş tək qolunu götürərdi. Nəsə, yaram təzələndi yenə də. Mən sizə Albaniyanın qolunu tövsiyə edirəm. İstəyirsinizsə götürün. Albanlar kişi kimi oynayacaqlar, momentlərə girəcəklər, inşallah da qolun vuracaqlar. Və Albaniyada sizə bir sevdirdiyim oyuncu var idi, o burada yoxdur. 9 nömrəli Ramazani, o yoxdur burada bugün. Heyətdə göstərmir, görə indi olacaq yoxsa yox. Bu da belə. Keçirik görək başqa nə oyun var bizdə. Əsas oyunlarımız hələ, əsas Avstriya-Rumıniya. Deməli, burada təbii ki, əsas məsələ bizdə, burada maraqlı metrika var. Burada əsas heyətin üzərində quracaq hər şeyi. Bunların şəxsi 4 görüşündən hamısında birinci hissədə X olub, yeri gəlmişkən. Bax, bu maraqlı məsələdir artıq. Bu biraz, belə deyək də, yaşamağa haqqı olan bir versiyadır, necə deyərlər. Qapıda Schmidt Avstriyada, Patrick Wimmer Werder'də idi, axırıncı və bilməm sonra ara getdi. Deməli, Trauner, Leinhardt, Mwene, Grilic, o məşhur Florian Grilic. İspanya La Ligasında idarəsi o. Zeyvald, Schmidt, Roman Schmidtdir bu, Laimer, Trabzondakı Şam, qaşıyan oyuncudur, Gregoric. Okey, böyük ehtimal burada ən az 2 oyuncu dəyişikliyi olacaq ön tərəfdə, böyük ehtimal. Bu tərəfdə də Yanis Hacı, Dragoş, Denisman, əla hücum xətti var həqiqətən də. Stancu, Razvan, Marin, o birisi Marin, deməli, digərlərdə Popescu'nun oğlu, Banku, Ratio, qapıda da Viorel, Fenerbahçe əfsanəsi, Viorel Moldovanın oğlu, o birisi Moldovan. Deməli, burada Ragnik, burada da Mircea Lucescu. Burada artıq 2 qoca qurdun taktikasının döyüşü gedəcək. Kimin nə qədər qaza gəlməyindən asılıdır bu? Deməli, mən burada da ehtimal edirəm ki, Avstriyanın 2 topunu oynamaqdansa,
Avstriyanın iki topuna oynamaqdansa. Əla əks hücumlara bel bağlayan Rumıniya çox öndə oynayan Avstriya qol vurar. Yəni bu müdafiə qol buraxar dostlar. Dünən necə ki İtaliya ilə bağlı deyim, inşallah bu gün də tərsləmərəm. 1.68 əmsalı var Rumıniyanın bir qolunun. Mən 1.30 ilə Avstriyanın qələbəsini, 1.42 ilə 1.500 qələbəsini istəmirəm. Vurar Avstriya, udar, Allah canı sağ eləsin. Allah şinavan desin, necə deyirlər. Mən burada Rumıniyanın, mən şeyə qorxuram oynamağa. Rumunlara 2 fora verər, Rumıniya uçsun. 1.77 dərsində əmsalı. Rumıniya bəlkə vurdu elə dağılışlıq getdi, laf yaxşı. Birinci hissə X-dəki, nə bilim, mən durum burada 2.47 əmsaldır. Mən bəs çəkinirəm. Baxaq görək bir dənə başqa nə çıxarda bilərik buradan. Ən çox qol ikinci time olarmı? Bunu bir özünüz analiz eləyin. Yəni, ilk baxışdan sanki onu gördüm. Rumunlara, dünən yeri gəlmişəm, Çekiyan kornerindən bağlı çox təşəkkür gəldi. Mən də sizə təşəkkür edirəm. Əlayım. Mən onu VIP qrupumuzda, VIP qrupunda nömrəsi aşağıda təkli qoymuşdum. 10.5 üstünü. Dostlar, keçirəm Finlandiya, Niderland oyununa. Deməli, burada da heyətlərə baxmaq lazım təbii ki. Prinsipcə metrikada bizə burada deyir ki, Hollandlar özü 2-5 üstə apara bilər oyunu tək başına. Olarmı? 3-5-6 ilə qələbə oynamağı xoşlamıram, sevmirəm. İnşallah ki, Hollandlar bizi tərsletməz. Deməli. Valla bu Finlandiyanın müdafiəsi evlərə şənlikdir. Yəni bu Utrechtin müdafiəçisi ilə və s. Utrechtdə bu, şimdi nə bilim, dəxlis, Eintracht Braunschweig'in müdafiəçisi ilə sən Justin Kluivertin, Frimpongun, Gakpo'nun, De Jong'un, Tijani Reinders'in qabağında dayanamazsan. Hələ bir korner olsa 2-3 dəfə, Nathan Ake'nin, Van Dijk'in qabağında dayanamazsan. Hələ müdafiədə də Dumfries'i böyük ehtimal müdafiədə oynayacaq. Deməli, bizim dəyərli Ronald Koeman'ımız. Bu tərəfdə də Jens Hato oynayacaq cinahda. Qapıda da mən bəyəndiyim qapıçıdır. Artıq bir Leverkusenlə müqaviləni imzaladı. Flecken, Brentforddan artıq Leverkusenə gedən. Hücumda bir dənə Depay'dır. O da millidə pis oynamır əslində. Yəni bunların öz aralarındakı oyuna falan baxanda, bir də Hollandlar da sıfırdan başlayır. Xarvatlar kimi və s. Ona görə də anormal bir start ola bilər. Hava da havası deyil, deyim ki sizə. Norveç, Finlandiya zonasının soyuğu dəhşət olur axı. Nə qədər ki, sən Hollandları soyuqla qorxuda bilməzsən, amma yəni doğru lap sərt soyuq olur da. Amma məncə normal bir yay havasında gözəl bir oyun olar. Hollandlar qələbə 1.500 ilə məncə ana kupona girer. Məndən bu qədər dostlar. Yəni uzatmanın mənası yoxdur. Yəni burada bir dənə Kairinen var Sparta Praqadan. Ortada Kamara yaxşı oyunçudur bilirsiniz. Kamara da Glenn Kamara. Bu Əl-Şababda oynayır Fatih Terimin yanında. Boyan Palon tanıyırsa yəqin ki, bəs salam yəni. Bu tərəfdə isə gənc, möhtəşəm oyuncular var. Yəni Hollandlar məncə qələbə 2.500-də hətta günün təklisi eləmək olar. 1.70 neçə əmsalının maraqlı gəldi mənə, götürmək olar. Yenə də deyirəm, bu Finlandiyanın müdafiəsi evlərə şənlikdir. Yəni bu pis boşalacaqlar və ondan sonra yəni yorub bitirici zərbəni endirəcəklər başa. Belə dostlar, uğur olsun sizə. Öpürəm, məndən bu qədər. VIP qrupunun nömrəsi aşağıda, Telegramın linki aşağıda. Telegramda biz bütün məlumatları paylaşırıq. TFC ilə bağlı suallar da olsa mənə yaza bilərsiniz. VIP qrupunun nömrəsinə. Saytımızın da linki aşağıdadır. XG gözləntilərimi falan yerləşdirmişəm. Statistikalar yerləşdirmişəm. Uğurlar, Allah'a əmanət.